Bir şey də qeyd edeyim ki, əgər istirahətə ailəvi getsəz, endirimlərimiz var. Qaqa, saxladığımla gedə bilərəm. Nə fərqi var? O da ikimiz ailəsində. Əziz qardaşım, Norveçə bir həftəlik turumuz var. Cəmi 7500 manata hər şey də daxildir. Qaqa, hər şey deyəndə onun içində var da, hə? Otido da, hə? Belə deyim, səyahət üçün nəzərdə tutduğunuz büdcə konkret nə qədərdir? 20 manat. Mənim istirahətə ayırdığım büdcə aeroporta çatanda bitir. Aha, gəlin sizi Misirə göndərim. Gedin 2-ci Ramzesin ehramını görün. Orada basılır, yəqin ki, məlumatınız var. Hə, mən heç dədəmin qəbrini tanımıram. Mənə lazımdır Ramzesin qəbri. İstirahətə ailəvi getmək istəyirsiniz yoxsa? Qardaşlar, mən ailəmin əlindən çıxıb gedirəm də buradan. Öz Əfqanistana gedirəm də, özün tut. Görün də bizim evdə nə söhbətlər olur ki, mən başımı götürüb çıxıb gedirəm buradan. Sizin üçün belə bir təklifimiz var. Cəmi 10.000 manata London turu. Qardaş, mən orada 2-ci Yelizaveta gildə qalacağam. 10.000 manat bahadır. Böyük Britaniyada elə kral olaram o pula.